Sultan Animasiya Studiyası təqdim edir. Balaş 8-ci bölüm. Yanğın söndürmə xidməti. Marş irəli, hey, marş irəli. Azərbaycan əskəri, dönməz geri, hey, dönməz geri. Azərbaycan əskəri. Uşaqlar, ora baxın, yanğın var. Bəs biz indi neyniyək? Bəlkə gedib kömək eləyək. Yox, bu çox təhlükəlidir. Alo, böyüməmiş, nəsə eləməliyik? Bildim, yanğın söndürmə xidmətinə zəng vurmalıyım. 101. Yanğın söndürmə xidməti. Alo, bizim küçədə yanğın var. Binanın 2-ci mərtəbəsi yanır. Tez gəlin, söndürün. Aydındır, dərhal gəlirik. Diqqət, yanğın var. Binanın 2-ci mərtəbəsi yanır. Tez olun, tələsin. Əvvəllər yanğının qarşısını almaq üçün yanğın söndürənlər su kəllələrindən istifadə edirdilər. Amma bugünkü günümüzdə onlar müasir texnika ilə təchiz olunurlar. Bilirsiniz, onların uniforması xüsusi materialdan hazırlanır. Geyimin ağırlığı isə 30 kiloqram təşkil edir. Ölkəmizdə yanğından mühafizə xidməti fəaliyyət göstərir. Onlar hər zaman zənglərə cavab verir və lazımi tədbirlər görürlər. Təkcə yanğın zamanı yox, digər fəlakətlər baş verdikdə də yanğın söndürənlər köməyə gedirlər. Tələsin uşaqlar, tələsin. Biraz tez olun. Heç kim yoxdur ki. Deyəsən yoxdur. Bu tərəfə. Çəkin, tez çəkin. Flankı çəkin. Afərin uşaqlar, biz bacardıq. Sən dostlar. Yanğın söndürənəmi? Bəli. Mən sizə zəng vurmuşdum. Çox sağ olun ki, gəldiniz. Sən sağ ol. Adın nədir? Balaş. Sən zirəyə oğlansan. Afərin, düz eləmisən. Yanğın böyüyə bilərdi. Başqa mənzillərə keçə bilərdi. Yaxşı ki, vaxtında qarşısını aldıq. Bax, bu balacanı içərdən çıxardıq. Sən onun da həyatını xilas eləmisən. Balaş, sən əsl qəhrəmansan. Sən qəhrəmansan, Balaş.